Elə bil ki, hər şeyə Azərbaycan prizmasından baxırıq. Biz elə bilirik ki, o biz düşünürük ki, Amerika Azərbaycan kimidir. Trump nə desə o olacaq. Xeyr. Biz düşünürük ki, İngiltərədə bunlar gizlə. Çünki biz görürük ki, bizim məmurumuz cənə kimi yapışır vəzifəyə. Misal üçün, 30 il gəlir, istefa vermək yox. Bakını su alır, istefa verən yox. Suda ölən olur, istefa verən yox, cəzalanan yox. Misal üçün, 500 min ev tikilir, cəza alan yox, istefa verən yox, qeydə alan yox. Çox anormal bir... Biz hər şeyə Azərbaycan bucağından baxırıq, o da çox yanlışdır. Yəni, bu hakimiyyət normal bir şeydir. Mən müəlliməm. Onlarda hakimiyyət müəllimlikdən biraz aşağıdır. Çünki başqasının yükünü daşıyınca öz yükünü daşıyıcına. Gedib bir iş adamı olmaq ondan da... Amma bizdə vəzifə ona görə gəlirlər ki, soysun, talasın, rüşvət alsın, neynəsin. Buna görə biz baxırıq ki, bizdə 30 ildir, orada 30 gün çəkmir. Siz deyən kimi 6 ayda gedir, 40'ı çıxmamış gedir. Doğrudur. Sənədsiz evlər məsələsi yeri gəlmişkən, keçən həftə müzakirəyə daşındı, parlamentdə amnistiya işlədilər. Yarım milyon əslində, mən hələ belə hesab edirəm ki, ondan daha çox sənədsiz ev var Azərbaycanda. Bəlkə də 1 milyon ev var. Hələ statistika, özü rəsmi statistika deyil. Yarım milyon, 500 min deyirlər. Amnistiya istədi, deputatlardan biri çıxdı və amnistiya istədi. Mən məsəl üçün burada hüquqşünasla danışırdım. Hüquqşünas dedi ki, o amnistiya məsələsi özdə yaxşı bir şey deyil, əsaslandırdı da onu. Amma istənilən halda bu sənədsiz evlər məsələsində sizin reaksiyanız necədir? Baxın, Ləman xanım, burada bir neçə məsələ var. Birinci məsələ odur ki, hakimiyyət bunları uçurda bilməz. Evləri sökə bilməz. Sökə bilməz. Düzdür, indi Sovetskidə, nə bilim, Xutorda, Kubinkada binaları içərisində yaşayış ola sökürlər, dağıdırlar. Bunun bir həddi var, bu cəmaatın nifrətini qazanmağın bir həddi var. O cəmaatın nifrəti partlaya bilər. Yəni ağırlı bir proses. Çox ağırlı prosesdir. İkincisi, baxın, deyək ki, 500 min ev deyirik. 500 min evin hərəsində 2 nəfər olsa, bu 1 milyon adam deməkdir. İşsizlik bir tərəfdə. Evsizlik bir tərəfdə, kasıblıq bir tərəfdə, birdən-birə 1 milyon adamı əlavə bir sıxıntı ilə, problem ilə üz-üzə qoymaq bu hakimiyyətə nə qazandıracaq? 500 mini sökmürlər ki, yəni ki 500 min hamısını sökə bilməz təbii ki, dediyiniz kimi. Onların məsəl üçün hansısa tutaq ki, belə deyək da, bir resursların üstündə tikilirsə, məsələn bir keçən dəfə gördük. Gözəl, deyək ki, onun 10 min dənəsi resursun üstündədir. Kompensasiyası verilməlidir da, yəni. Resursun üstündə olanı mən gedib özüm tikməmişəm. Təbii. Bələdiyyə yer ayırıb, pulunu alıb yer ayırıb, polis pulunu alıb göz yumub, icra hakimiyyəti pulunu alıb göz yumub. Qaz, işıq, hamısı. Bütün, bəlkə də bir 40 abi. Yaxşı, sən onu uçurdan da həm bunları cəzalandırmalısan, həm də siz deyən kimi kompensasiyasını verməlisən. Buna sadəcə torpaq vermək yox. Ora qoymuşduq 40 min. Həm torpağını verəcəksən, həm də 45 min verəcəksən. Niyə? Çünki indi qiymətlər də artıb. Dünən mən 40 minə tikə bilirdim, bugün 50 minə tikənmirəm. Üçüncü bir tərəfdən, indi siz gəlin belə bir şey deyək də. Deyək ki, bugün addım başına bir bəhanə axtarırlar, cərmələsinlər. Niyə cərməliyirlər? Büdcəni dolduranmırlar. Boşdur büdcə. 500 min o evi sənədləşdirib büdcəyə nə qədər vəsait daxil eləmək olar? Hər şeyə cərmə ilə, vergi ilə, qiyməti qaldırmaqla eləmək olmur. Büdcəni doldurmağın bir yolu da odur. Başqa bir tərəfini deyim. Bunlar burada hər hansı səbəbdən uçurtdun, çıxdı, getdi rayona. Rayonlarda nə vəziyyət yaranar? Burada polis biraz baskı edir, qorxudur. Rayonlarda onu eləyənməyəcək. O qığılcım da alışdı ha. Ondan sonra bunu söndürmək olmayacaq. Ona görə də bircə yolu var. İndi deyirsiniz ki, hüquqşünas deyir ki, bu amnistiya doğru yol deyil. Əsaslandırırdı da. Heç bir əsaslandırması yoxdur. Yəni bu torpağı mən gəlib tuta bilmənəm. Baxın,
Biz maşınımızı qapımızın ağzında saxlayanda deyirlər cərimə verərsən. Necə olur? Bu adam gəlir oranı tutur, orada bir aya ev tikir, qaz çəkir, su çəkir. İndi hüquqşünas əsaslandırır ki, burada olmaz. Məsəl üçün əksəriyyətinin kənd təsərrüfatı təyinatlı torpaqda gedib. Kənd təsərrüfatı torpağın təyinatı dəyişdirilməlidir. Yəni o hüquqi baxımdan izah edir. Onu dəyişdirə bilərsən, uçurda bilməsən. Çünki bunu mən bir günə, 2 günə eləyənmərəm, öz başıma eləyə bilmərəm. Bunun bircə yolu var. Ya zəlzələdən, ya vəlvələdən 500 mindir, 1 milyondur, dəxli yoxdur. 70-ci ildən tikiləndi, 90-cı ildən tikiləndi, fərqi yoxdur. Bunların hamısının sənədi verilməlidir. İndi mən sizdən bir şey soruşam. Bir nəfərə bir şillə vurub, həmin gecə qonduda qalır. Ona məhkəmə məktub göndərir ki, polis məktub göndərir ki, gəlginə. Onun ünvanı yoxdursa, hara göndərir? Ünvanı varsa deməli məhkəmə də bilir, polis də bilir, icra başçısı da bilir ki, orada nələr var, nə proses gedib. Bunun yolu, yeganə yolu, bunların hamısını tam sənədləşdirmək, bir zərrə də olsun rüşvətə, ora-bura meyl eləmədən sadəcə qanuni rüsumunu ödəsin vətəndaş, sənədini alsın. Onun sənədini alandan sonra sən deyirsən ki, necə misal üçün bizim qanunumuz var. Dövlət əhəmiyyətli yollar üçün, dövlət əhəmiyyətli tikintilər üçün sənin evi ala bilər, uçurda bilər. Onun kompensasiyasını ödəyir, birinci növbədə onun sənətin verməlidir. Sənətin verməsə kompensasiya verənməyəcək. Sənətin verir, ondan sonra kompensasiyanı bazar qiyməti ilə ödəyir və deyir ki, misal üçün, buyur, sənə burada təşrif edirik torpaq, bu da sənin kompensasiyan. Yolu budur, başqa yol olmaz. Əks halda o daha böyük sosial partlayışa gətirər. İndi yenə deyirəm, misal üçün, o binədir, atçılıqdır, qaladır. Buradan cəmaat o yolları bağlayıb, Bakıya yürüş eləsə biz nə edəcəyik? Bu hakimiyyət düşünür ki, nə edəcəyik? Hamısını ordu çıxardıb qabağını alacaq. O tərəfdən eləyəlsən Masazırda, bu biri tərəfdə, Müşfiqdə, o birində, bu birində. Olmaz bu cür. Üstə gələk. Baxın, mən yenə deyirəm. Milyonlar yığılıb. O yerlər milyonlar qazandırıbdır. Zəhmət çəksinlər, o milyonlardan yaşayış məskənləri sahəsində necə qaçqınlar üçün eləyirdilər? Yaşayış qəsəbələri, kəndləri, məskənləri salsınlar, köçürsünlər, ora bunları uçursunlar.